Bilirsiniz ki, mən qaş və kirpik laminasiyası edə bilirəm. Özümə evdə edəcəm. Gəlin birlikdə edək. Laminasiya setləri hazır şəkildə satılır. Onlardan əldə edə bilərsiniz. Qaşımız və kipriyimiz tərtəmiz olmalı. Laminasiya etməzdən öncə belə bir primer var. Bunu əldə etməlisiniz mütləq. Setdən əlavə olaraq satılır. Qaşımızı və kipriyimizi təmizləməliyik. Qızlar, ən çətin mərhələ gözümüzə uyğun silikonu tapmaqdır. Bunu da necə müəyyənləşdirə bilərsiniz? Bunların üstündə hər birinin rəqəmləri olur. M1, L1, S kimi. Siz öz gözünüzün böyüklüyünə görə bunları təyin edirsiniz. Sürücünü patçının içinə sürtürük. Bu görüntünü əldə etdikdən sonra kipriklərimizi yapışdıra bilərik. Patçının üstünə kleyi vururuq. Yapışdırdım, indi buna keçirəm. Baxın, kipriklər belə görünür. Kipriklərimiz belə görsənirsə, deməli növbəti mərhələyə hazırıq. Öncə perma. Bunun qoxusu biraz pisdir. Nə çox, nə az istifadə edin, amma bütün kipriklərinizə dəyməsinə diqqət etməlisiniz. Streç vasitəsilə kipriyimizi bağlayırıq. 10 dəqiqədən sonra bunları açıb siləcəyik. Təmizləyirik. Sonra bu mavi kapsulanı götürürüz. Bu sabitləmək üçün onu da streçləyib 8 dəqiqə gözləyəcəyik. Yağ da setin içində çıxır. Bu biraz qaşıntı ola bilər. O da normaldır. Baxın, nə qəşəng oldu. Bu hissədən yenə belə sürtürük. Kipriklərin burasını sürtürük. Çıxdı. Bir gün su vurmayın. Bir gündən sonra artıq su vura bilərsiniz. Yoxlamağa çəkinməyin. Fikirlərinizi yazmağı da unutmayın. Öpdüm.